Salam. Sizinlə Layihə Guru Markets korporasiya haqqında ümumi məlumatla başlayırıq. Biraz daha hər bir parametrə daha ətraflı baxacağıq. Əgər maraqlanırsınızsa, videonu dayandıra bilərsiniz. Öyrənilən korporasiyanın hər bir göstəricisine diqqətlə baxmağı təklif edirik. İndi təşkilatın hazırki fəaliyyətini müqayisə edəcəyik. Synchrony Financial Ticker (SYF). Bu baxış 3 aprel 2025-ci il tarixinə olan cari məlumatdan istifadə etməklə aparılmışdır. Təsnifata görə Guru Markets təşkilat Synchrony Financial alt kateqoriyaya aiddir. Luans qiymətləndirmədə 66 şirkət iştirak edir. Bu çox təmsilçidir. Videonun sonunda sifariş cədvəlini görəcəyik. Şirkət üçün ümumi nəticə 10 baldan 6,5 bal. Alt kateqoriya üzrə orta nəticə 0,4 baldır. Çox geniş baxsanız, bütövlükdə ABŞ bazarında. Bütün fond bazarı üzrə cəmi orta nəticənin 1,9 bal olduğunu görə bilərik. Şirkət üçün 6,5 bala qarşı Synchrony Financial. Şirkətin səhm qiymətinin dinamikasının müqayisəsi Synchrony Financial və alt kateqoriyalı şirkətlər. Son 12 ayda şirkətin səhmlərini görəcəyik. Synchrony Financial 31,9% dəyişiklik göstərdi. 32,1% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Bu açıq şəkildə heç nə göstərmir, ancaq bu faktı nəzərə almaq lazımdır. Şirkətin bazar kapitallaşması Synchrony Financial 21,4 milyard dollar dəyərində qiymətləndirilib. Və alt kateqoriyanın bazar kapitallaşması 242 milyard dollardır. Synchrony Financial 8,85% paya malikdir və alt kateqoriyada orta ölçülü şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 15,34 milyard dollar həcmində qiymətləndirilir. Alt kateqoriyanın balans kapitallaşması 128 milyard dollardır. Synchrony Financial 11,952% pay təşkil edir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görə bilərik. İşğal olunmuş pay Synchrony Financial alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 8,85% təşkil edir. Balansın kapitallaşması 11,952% təşkil edir. Bu, bazar dəyərinin payından 35% çoxdur. Alt kateqoriyada təşkilatın bazar və balans kapitallaşma payının qiymətləndirilməsi yaxşı 1 bal. Şirkətin maliyyə öhdəlikləri 14,266 milyard dollar təşkil edir. Kapitallaşmaya olan borc şirkətin kapitalının 93%-ni təşkil edir. Şirkətin borc səviyyəsinə görə reytinq dözümlü 0 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 6,2. 19,1 alt kateqoriya üçün orta göstərici ilə bu alt kateqoriyadan 68% aşağıdır. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə bazar dəyəri göstəricisinin onun mənfəətinə qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 3,428 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin ilkin olaraq 3,446 milyon dollar olacağı gözlənilir. Bu da indikindən 0,5% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymətinin gəlirlə balansı 1. Alt kateqoriya üzrə orta göstərici 1,7-dir ki, bu da alt kateqoriyadan 41% aşağıdır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bazar qiymətinin onun gəlir göstəricisine qiymətləndirilməsi yaxşı 0,5 bal.
Son 12 ayda gəlir 20,760 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək gəlirin ilkin olaraq 20,870 milyon dollar olacağı gözlənilir. Bu da indikindən 1% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Satış marjası 16,5%, alt kateqoriya üzrə orta hesabla 8,9% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 7,6% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 9,596% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 8% çoxdur. Və bu, şirkətin səhmlərinin qiymətində balanssızlığı əks etdirir. Synchrony Financial daha az qiymətləndirməyə doğru. Təşkilatın hər bir işçisi üçün bazar kapitalının məbləği 1070 min dollara bərabərdir. Alt kateqoriyada isə 1160 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 7,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının məbləğinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Fərdi işçiyə düşən mənfəət 171,4 min dollardır. Alt kateqoriya üçün orta 60,7 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 182% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin hər bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkət işçisinə düşən gəlirin payı 1,38 min dollardır. Alt kateqoriyaya görə 683 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 52%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisinə düşən gəlirin həcminin qiymətləndirilməsi yaxşı 0,5 bal. Satış əməliyyatlarının həcmi 3,3%, alt kateqoriya üzrə orta hesabla 7,3% təşkil edir. Bu, qısa bir sıxılma riskinin göstəricisidir. Göstərici ROAS 14 şirkət üçün %47 səviyyəsini göstərir. Synchrony Financial. Alt kateqoriyada isə bu səviyyə 51%dir. Potensial olaraq alt kateqoriyanın qiymətli kağızları şirkətin səhmləri ilə təxminən eyni qiymətləndirilir. Synchrony Financial. Şirkətin cari səhm qiyməti təxminən 55,4 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi 75,94 dollar civarındadır. Faktiki qiymətin dinamikası və konsensus proqnozu təxminən 38% təşkil edir. Sizin üçün mövcud olan sifarişlər cədvəlinə baxaq, link bağlanmış şərhdədir. Sifariş cədvəli məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən müəyyən bir mövsümdə qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur, link bağlanmış şərhdə. Şirkətin səhmlərinin təhlili nəticəsində Synchrony Financial. Yardım sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. 55,5 dollar qiymətində alış ticarəti açın. Sövdələşmə şirkətin kifayət qədər yüksək qiymətə malik olması səbəbindən açılıb. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə metodologiyasına, Akimin indeksinə əsaslanır. Mənfəət götürmək 60,63 səviyyəsində müəyyən edilmişdir. Stop loss 49,47 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda əməliyyat 03 may 2025-ci il tarixli ticarətin nəticələrinə əsasən müstəqil olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son ticarət günündə.
Ticker WPST balans satış sifarişidir. Balans ticarəti ilə bağlı video bu kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. Əks sifariş cari səviyyədə müəyyən edilir. Sona qədər izlədiyiniz və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik Guru Markets. Siz ən gözəl tamaşaçısınız.